Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. İbtidai icma cəmiyyətinin tunc mərhələsi ki qalmışdı, onu burada daha da sadə və qısa şəkildə izah edəcəm. Tunc dövrü 3 mərhələ bölünür, erkən, orta və son tunc dəmir dövrünə bölünür. Erkən tunc dövrü 4-cü minilliyin ikinci yarısından evlənir və 3-cü minilliyin sonlarına qədər olan bir dövr əhatə edir. Bu dövr Kür-Araz mədəniyyəti adlanır. Bu dövrdə ata xaqanlığı yaranır. Xatırlatma olaraq deyim ki, erkən tunc dövrünə qədər olan bir dövr ana xaqanlığı idi ki, paleotun son mərhələsində yaranmışdı və artıq erkən tunc dövründə kişi əmək ön plana keçdiyinə görə ana xaqanlıq süqut edir və ata xaqanlıq əvəz edir onu. Həmçinin qəbilələr birləşərək tayfalar yaradırlar. Həmin o qəbilələr ki, paleotun son mərhələsində yaranmışdı və erkən tunc dövründə dağılaraq onları tayfa əvəz edir. Və bu dövrdə həmçinin əmlak bərabərsizliyi yarandı. İnsanların təsərrüfat həyatında da dəyişikliklər baş verir, xış əkinçiliyi yarandı və bunun nəticəsində əkin sahələri genişlənir, məhsuldarlıq artır. Süni suvarma sistemi yaranır, yarımköçəri və yaylaq maldarlığı meydana gəlir. İnsanlar dağlıq və dağ ətəyi ərazilərdə məskunlaşmağa başlayırlar. Həmçinin qonşuluq icması da yaranır bu dövrdə. Atdan minik vasitəsi kimi istifadə olunmağa başlanılır. Yeni heyvan növləri, bu cümlə təzə yeni əlavə olmuş cümlədə buna xüsusi diqqət edin. Birinci ictimai əmək bölgüsü baş verir. Yəni, əkinçilik və maldarlıq ayrı-ayrı müstəqil sahələrə çevrildi. Erkən tunc dövründə duluz çarxı meydana gəlir, həmçinin duluz sobaları da meydana gəlir. Metal işləmə sənəti meydana gəldi və inkişaf elədi. Xüsusi ibadət evləri yarandı. Bu cür xüsusi ibadət evlərinə xəritə üzərində göstərilən Azərbaycanın Xaçmaz rayonunda Sərkərtəpə, Qazax rayonunda Baba Dərviş və Naxçıvanda 1-ci Kültəpə və Maxta yaşayış məskənlərində aşkarlanmışdı. Həmçinin bu dövrdə, yəni erkən tunc dövründə quruqan qəbirlər də meydana gəlmişdir. Erkən tunc dövrü bu qədər. Keçid aldırıq orta tunc dövrünə. Eradan əvvəl 3-cü minilliyin sonu, eradan əvvəl 2-ci minilliyin ortalarını əhatə edir və burada da əmlak və sosial bərabərsizliyi artır. Tayfalar birləşərək böyük tayfa ittifaqlarını yaradırlar. Mübadilə meydana gəlir bu dövrdə. İlkin şəhər mərkəzləri yaranır. Bu cür şəhər mərkəzlərinə qayıdıram xəritə üzərində göstərirəm. Bu cür şəhər mərkəzlərinə Qarabağda Nərgistəpə və Üzərlikdəpə, Naxçıvanda 2-ci Kültəpə və Oğlan qalada aşkarlanmışdır. Həmçinin Urmiyada da Göytəpə. O da Azərbaycanın cənub ərazisindədir Göytəpə. Və qayıdırıq orta tunc dövrünə. Atçılıq bu dövrdə inkişaf edir və malqaranın sayı xeyli artır. Yaylaq maldarlığında qoyunçuluq əsas yer tutur. Görürsünüz, yeni təsərrüfat sahələri meydana gəlir. Bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq. Və bu dövr qədim incəsənətin, bu cümləyə xüsusi diqqət edin, qədim incəsənətin çiçəklənmə mərhələsidir. Boyalı qablar mədəniyyəti adlanır bu dövr. Erkən tunc dövrünə deyirik Kür-Araz mədəniyyəti, orta tunc dövrünə deyirik boyalı qablar mədəniyyəti. Metallurgiya sobaları təkmilləşdirilir, sadə toxucu dəzgahından istifadə olunurdu. İkinci ictimai əmək bölgüsü baş verir və bunun nəticəsində sənətkarlıq müstəqil sahəyə çevrilir. Və son tunc erkən dəmir dövrü. Eradan əvvəl 2-ci minilliyin sonlarında 1-ci minilliyin əvvəllərinə qədər davam etmiş bir dövrdür. Bu dövrdə bu cümlə testə düşmüş cümlələrdir. Müharibə və hərbi işi əsas məşğuliyyətə çevrilir. Müdafiə tikililəri, yenə də test cümləsidir, siklopik qalalardır. Bu cür tikililərdə Naxçıvanda, Çalxan qalada, Gədəbəyin, Arıqdam kəndi və Azərbaycanın digər qərb bölgələrində rast gəlmək olar. Atdan və dəvədən minik vasitəsi kimi və yük daşınmasında istifadə olunur. Ayaqla hərəkətə gətirilən duluz çarxı meydana gəlir. Bayaq vurğuladım ki, duluz çarxı erkən tuncda yaranır, amma ayaqla hərəkətə gətirilən duluz çarxı isə son tuncda. Metal işləmə sənəti inkişaf eləyir. Eradan əvvəl 1-ci minilliyin əvvəlində dəmirdən istifadə genişlənir. Muğanda Uzuntəpə adlanan yerdə bu cür dəmir tiyələri və tunc dəstəkçilər aşkarlanmışdır. Və 3-cü ictimai əmək bölgüsü baş verir. Yəni, tacirlər qrupu sənətkarlardan ayrılaraq müstəqil sahəyə çevrilir. Və insanların dini yazılarında da dəyişiklik baş verir. Səma cisimlərinə, suya, meşə və müxtəlif heyvanlara sitayiş edilirdi.
Bu qədər əziz abituriyentlər. Sağ olun, hər birinizə uğurlar.